Respublika İnnovativ İdeya Yarmarkasında iştirak eləmişik. Təzəlikcə də ikinci İnnovativ İdeya Yarmarkası biz keçirildi iyul ayında. Ondan başqa keçən il yayında da yenə festival keçirildi, birinci elm festivalı. Bir neçə belə konferanslar çox olur. Bəs siz? Mən bir şeyə qeyd eləmək istəyirəm. Bizdə Elmlər Akademiyasında keçirilən belə konferansların nəticəsi olaraq biz görürük ki, Azərbaycanda gənclər elmə gəlirlər və kifayət qədər çox yüksək ixtisaslı, çox potensiallı gənclərimiz həqiqətən də var. Üstəlik, yerli konferanslarla yanı sıra həm də ki, beynəlxalq miqyasda keçirilən konferanslarda da iştirakımız müəyyən qədər təmin olunur. Belə ki, biz öz elmi tədqiqat işlərimizi istər Almaniyada, Amerikada, İspaniyada və digər ölkələrdə təqdim edəndə biz görürük ki, yəni bizim də araşdırmalarımız kifayət qədər yaxşıdır, yəni maraqla qarşılanır. Siz nələri araşdırırsınız ki? Şəxsən mənim araşdırmalarım seysmologiya sahəsindən əlaqədardır. Yəni zəlzələlər, səbəbləri, geoloji əsasları və s. və s. Mənə belə bir sual maraqlıdır. Bəs hansı qaynaqlardan istifadə edirsiniz? Müxtəlif qaynaqlardan, əsasən elmi səviyyəsi olan, yəni elmi ədəbiyyatlardan istifadə edirik ki, bunlar müxtəlif dillərdə ola bilər. Tədqiqatçının ən güclü tərəflərindən biri də odur ki, müxtəlif dillərdə o tədqiqatını apara bilsin. Burada söhbət danışıq dilindən getmir, yəni burada elmi mədəniyyətin mənimsənilməsindən gedir. Az öncə Fuad qeyd etdi ki, o seysmologiya sahəsini tədqiq edir. Bəs siz daha hansı sahələri araşdırırsınız? Mənim işim ağac türdən, göbələklərlə elmi işimi aparıram. Biologiya ümumiyyətlə çox maraqlı bir sahədir. Çox oradan tədqiq etdikcə daha da adamın maraq gəlir o sahə. Bəs siz? Çünki bizə daha çox yaxındır biologiya. Mənim təmsil etdiyim sahə fəlsəfə sahəsidir. Biz Fəlsəfə Sosiologiya Hüquq İnstitutunun əməkdaşı kimi Elmlər Akademiyasında bizim şöbəmiz dinşünaslıq və mədəniyyət fəlsəfi problemləri şöbəsidir və biz orada dinşünaslıq və mədəniyyətlə əlaqədar olan problemləri araşdırırıq. O cümlədən mənim öz mövzum da burada dinşünaslığın başlıca problemlərindən biri olan sekulyarlaşma problemidir. Burada söhbət nədən gedir? Din, dövlət, din, cəmiyyət, insan, din münasibətləri nəzəri konseptual baxımından işlənib hazırlanması və müəyyən ideyalar, konsepsiyaların ortalığa qoyulması və yaxud da müasir dövrdə olan nəzəriyyələrin təhlil edilməsidir. Dünya alimlərindən və ya bizim alimlərdən kumiriniz varmı? Ümumiyyətlə xəyaləm bu sual çox xoşuna gəlir. Bütün qonaqlarınıza bu sualı müraciət edir. Buyurun. Fikrimcə tədqiqat sahəsində, elm sahəsində olan insanların ilk kumirləri öz müəllimləri olmalıdır. Yəni müəllimləri olur. Adətən mən özüm öz təcrübəmdən çıxış edib deyə bilərəm ki, elmi rəhbərim, mənə dərs demiş alimlər, yəni mənim həqiqətən də kumirlərim olub. Nəyə görə? Çünki onların erudisiyaları, dünya görüşləri, təhsildə bizə tədris etdikləri biliklər, onları bizə sevdirib, doğmalaşdırıb, mənəvi valideynlərimizə çevirib. Bir tədqiqatçı kimi xarici ədəbiyyatdan istifadə edirik. Yəni orada da xüsusən də Rus alimlərinin, məsəl üçün mən bir neçəsini qeyd edə bilərəm ki, onların tədqiqatları mənim üçün həmişə çox məmnuniyyətdən istifadə etdiyim əsərlər olub. O cümlədən də çox xoşbəxt özümü hiss edirəm ki, bu yaxınlarda keçən il Moskvada olub, Rusiyada. Mən onların bəziləri ilə əyani olaraq görüşə bildim və böyük zövq aldım bundan. Bu gələcək fəaliyyətimə böyük təsir göstərir. Bəs hansı alimin kəşfi daha çox xoşunuza gəlir? Yəni mənim tədqiqat sahəm seysmologiya, yer elminə aid olduğuna görə mən bu sahədə ən çox, belə necə deyim, ən çox lazımlı deyərdim. Kəşf 20-ci əsrin əvvəllərində Alman alimi, geofizik alimi Alfred Wegener tərəfindən verilmişdir. O da verdiyi kəşf ondan ibarət idi ki, artıq onun elmi sübutlarla yetirilmiş ixtirasında o sübut elədi ki, yer üzərində plitələr daimi hərəkətdədir. Bu həqiqətən də çox maraqlı, həm də ki, yer elmləri sahəsində çox önəmli, çox dəyərli kəşflərdən biri idi. Bəs siz cəmiyyət üçün yararlı, faydalı nə etmisiniz və yaxud da nə etməyi düşünürsünüz? Bir alim olaraq. Tədqiqatlarımız bu və ya digər şəkildə cəmiyyət problemləri ilə əlaqədardır. Cəmiyyətin sadəcə müxtəlif sahələri. Yəni düşünürsünüz ki, sizin bu tədqiqatlarınız cəmiyyətə müəyyən bir təsir göstərir? Təbii, yəni Respublikamız Azərbaycan dövlətçiliyi idarə etmənin elmi əsaslar üzrə inkişafında maraqlıdır. Yəni bu elmi əsaslar üzrə idarə etmə gələcək gənc alimlərə, tədqiqatçıların üzərinə düşən vəzifədir. Yəni onların sayəsində bu elmi idarə etmə təmin edilə bilər. Yəni
tədqiqatlarımız da gələcək perspektivə işlənən mövzulardır, fəaliyyətlərdir. Yəni onlar ola bilər ki, bugünkü gün onların müəyyən qədər nəticələri görünməsin, ancaq müəyyən müddətdən sonra onların nəticələri hökmən özünü göstərəcək. İndi mənə maraqlıdır, başa düşdük ki, alim siz çoxlu tədqiqatlar aparırsınız, çalışırsınız. Bəs boş vaxtlarınızı necə dəyərləndirirsiniz? Nə ilə məşğul olursunuz? Bilirsiniz, hərdən bir elə dostlarla yığışıb müəyyən hər kəs öz nailiyyətlərini bizə çatdırır. Bir-birimizlə bölüşürük və digər söhbətlər edirik, istər elmi kollarda, istər digər formatda. Yəni, üstəlik isə deyim ki, yəni, bizim Elmlər Akademiyasında bu keçirilən konferanslar akademiyanın digər institutlarına çalışan gənclərlə sıx ünsiyyətin qurulmasına çox böyük təkanlar verir. Həqiqətən də biz düşünün ki, bir ay əvvəl keçirilən konferansdan tanıdığımız, tapdığımız dostlar da demək olar ki, hər gün akademiya ətrafında ən azından oturub bir çay içirik. Bu çox önəmlidir bizim üçün. Bəs siz? Nəinki arada bir oturub çay içirik, biz hətta bir-birimizin ad günlərini qeyd edirik bir yerdə, bayramları qeyd edirik bir yerdə, çox vaxt bir yerdə toplaşırıq. Ümumi söhbətlər edirik, nəinki elmi kəşflərimiz, öz elmi işlər barəsində, ümumi həyatı söhbətlər edirik, cavanıq, musiqiyə qulaq asırıq, belə. Çox gözəl. Buyur, Xəyrində sualım var. Bəs kitab yazmaqlarınız necədir? Yazmısınız və ya düşünürsünüz? Bir növ kitab hazırlamaq, çap etmək bizim əməyimizin məhsuludur, əməyimizin göstəricisidir. Yəni, əgərsə il boyu biz məqalələrlə çıxış ediriksə, tezislərimizlə çıxış ediriksə, kitab bunun ən yüksək səviyyəsidir. Bunlar neçə vaxtınız alır, müddət? Mövzulardan asılı olaraq ədəbiyyatın yığılması, ədəbiyyatın təhlil edilməsi, analiz edilməsi və onlar haqqında mühüm məqamları seçmək, ayırmaq, onlar üzərində işləmək və sonradan kitab formasına salmaq və hətta kitab formasına saldıqdan sonra müzakirələrdən keçirtmək, elmi şuralardan keçirtmək, bu böyük bir proseduradır, vaxt aparır və bunun sayəsində də o kitab getdikcə puxtələşir, formalaşır və nəticədə əməyimiz ortalığa gəlib çıxır. Adətən yaşlı nəsil gənc nəslin işini bəyənmir. Bəs sizin necə tədqiqatlarınızı, işlərinizi, yazılarınızı yaşlı alimlər bəyənirlər? İnandırım ki, sizi üzr istəyirəm, icazə versəniz mən cavab verim. Yaşlı nəslin bəyənməsi bəlkə də etik çərçivələrdə olanda daha tez olur. Yəni, bəzən elə tədqiqatçılar olur, gənclər, yəni hövsələsizlik, səbirsizlik göstərirlər, müəyyən məsələn iradlara dözümsüzlük və o narazılıq bildirirlər dərhal. Yəni, bu istər-istəməz yaşlı nəsildə qıcıqlandırma əmələ gətirir. Ancaq bunu etik şəkildə etdikdə, yəni o tənqidləri qəbul etdikdə, tənqidlərin öz xeyrinə olduğunu başa düşdükdə, yəni bu şuurlu surətdə etdikdə, inandırım sizə o nəsillər arası problem o qədər də gözə çarpmır. Buyurun, sizin fikrinizi alalım. Mən də həmkarımın fikrini tam dəstəkləyirəm. Həqiqətən də mən bir şey demək istəyirəm ki, yəni gənclərə böyüklər tərəfindən kritika olmasa, məncə inkişaf getməz. Buyurun, siz. Mən də dəstəkləmək istəyirəm dostlarımı, düzdür, kritika olur. Ancaq onların kritikası olmasa biz düz yol gedə bilmərik. Düzdür. Ona görə ki, onların kritikasını biz səbirlə qulaq asıb dinləyib və səhvimizi düzəltməyə çalışırıq ki, gələcəkdə elmdə biz səhvliyə yol verməyək. Tənqid olmasa inkişaf olmaz. Əlbəttə ki. Mənə maraqlandıran daha bir sual var. Bəs siz yəni məktəb uşaq kiçik yaşlarınızda məktəbdə yaxşı oxumusunuz, yoxsa böyüdükcə? Mən ümumiyyətlə deyim ki, aspiranturaya daxil olmaq üçün mütləq gərək yüksək səviyyədə ali məktəb bitirəsən. Bəs orta məktəbi, yəni orta məktəbdə heç olub ki, 2 almısınız? Olub, təbii ki, olub. Yəqin ki, hamı da olub. Məncə 2 almayan tələbə yoxdur. Visayə xanım deyir ki, yox, məndə olmayıb. Məndə olmayıb. Olub, amma zaman-zaman başa düşmüşük ki, təhsilsiz ümumiyyətlə cəmiyyətin gələcəyi yoxdur. Ona görə mən həm də həmkarlarım təsdiq edirlər ki, bu yol doğru yoldur bizim üçün. Çox gözəl. Mən gənc alimlərimizə təşəkkür etmək istəyirəm. Çox sağ olun ki, gəldiniz və fikirlərinizi bizimlə bölüşdünüz. Təşəkkür edirik. Çox sağ olun. Sağ olun. Əlbəttə ki, çox bilmək üçün çox da oxumaq lazımdır. Amma bəzən gənclərimiz kitablara çox biganə yanaşırlar. Maqımız tutulsa, kitab oxumanın insan orqanizminə və psixologiyasına xeyirli olduğunu deyir. Gəlin tutunun sujetinə baxaq və görək daha nələri araşdırıb. Çox vaxt elmdə, incəsənətdə, siyasətdə şöhrət sahibi olan insanların çox yaxşı